Allah qəlbinə elə bir nur endirsin ki, içində gizlətdiyin bütün ağrılar yavaş-yavaş, səssizcə yox olsun. Rəbbim səni elə bir mərhəməti ilə qucaqlasın ki, gecələr səni yoran düşüncələr, səssiz kədərlər və ürəyini sıxan bütün dərdlər öz yerini rahatlığa buraxsın. Allah sənə elə qapılar açsın ki, ümidsiz olduğunu düşündüyün anlarda belə Rəbbim məni unutmayıb deyə biləsən. Qəlbinə elə bir huzur nəsib etsin ki, göz yaşların dualara, duaların isə qəbul olan gözəl xəbərlərə çevrilsin. Rəbbim sənin qismətini xeyirlə yazsın, yorğun ruhuna şəfa, daralan qəlbinə genişlik versin. Səni həm bu dünyada, həm də axirətdə utandırmasın, ən gözəl səadətə qovuştursun. Əgər bu dua qəlbinə toxundusa, ona ehtiyacı olan birinə göndər. Bəzən bir dua, bir insanın içində sönmək üzrə olan ümidə yenidən işıq olur.